Cəmalərin bir şəxsi Bəsrədə gördüm, çox abid insan idi, sadiq insan idi. O mənə nəql elədi, dedi, mən bazarçıyam, parça sataram. Bir dəfə 2 nəfəri gördüm, gəlmişdilər kəfən almağa. Bunların qiyafəsindən baxdım, gördüm, bu şəhərin əhlinə oxşamayın. Libası ki geyirlər, o cür ki danışırlar. Mən də yanaydım İmam-ı Zaman için. 2 dəfə İmam-ı Zamanı görəm. Bunların qiyafəsinə baxdım, dedim ki, siz bu şəhərin əhlinə oxşamırsınız. Siz qəribsiniz, bu şəhərə varid olursunuz. Kimsiniz siz? Qulaq asmadılar sözümə, yalvardım, Allah'a and verdim. Özü mənə tanıtdım. Biri dedi ki, biz İmam-ı Zamanın əshabıyıq. İmam-ı Zamanın əshabının biri dünyadan gedib, onun üçün gəlmişi kəfən alır. Ta aparaq kəfənə bilir, İmam-ı Zamanın namazın qılar, biri də var aləmdə olacaq. Həmişə İmam-ı Zamanın. Ürəyini də bəndirə. Qapı açılsın. İnsanın içərisindən qapı açılır. İntizar çəkmək, hərəc qapısını insanın üzünü açır. Həqiqət qapısını insanın üzünü açır. Yalvardım, məni də aparım. Deyirlər, mən hazır bağla, dükanı bağla gedək. Durdum ayağa, o dükanını bağladım. Satışımı tətil elədim. Düşdüm yola. Onlarla getdim, ta çatdıq bir dəryaya keçməyə. Dedim, nədir keçim? Dedilər, Bismillahirrahmanirrahim. Dedim, Bismillahirrahmanirrahim. Düşdüm dəryaya, suyun üstündə yol yeridim. Dəryanı keçdim. Keçdim o sahilinə çatanda bir xeymə gördüm. Dedilər, o Ağa İmam Zamanın xeyməsidir, çadırıdır, vurulubdur. Dedim, gəlin, dedilər, yox, dayan, icazə ala, icazəsiz olmaz. O şəxs getdi, ağanın qapısını döydü, səslədi, ağa, bir qonağın gəlir, istəyir səni görə, elə arzuley səni görməyə, gördüm içərdən səs gəlir, ruddu, fə innəhu rəculun sabuqi. Deyim, onu dəryadan keçəndə birdən yağış yağır başına, yağış yağanda yadıma düşdü, damın üstünə sabun görmüşəm tutmağa. Dedim, əfsus, heyf, sabunlarımı yağış aradan. Dedi, oraya çatanda İmam Zaman dedi, onun qəlbindən sabun iyi gəlir, qəytər ölməm, zamanda döyür.